Herkese salam dostlar. Bu günləri sizlərlə dərs çalışma vlog çəkirik. Sabaha dərslərimiz var. Kimya, biologiya, riyaziyyat, Azərbaycan tarixi. Əslində rus dili də var. Sadəcə rus dili məndə bacımda bir dənə olduğumuza görə, iki bacı olduğumuza görə bizə bir dənə veriblər ki, eyni yerdən çalışa bilərsiniz. İki bacı olmağın yönləri. Nəysə, keçdik. Birinci kimya, biologiya, riyaziyyat. Birinci istəyirəm riyaziyyatdan başlayaq, çünki bunun yazısı çoxdur biraz. İndi keçək riyaziyyatımıza yazmağa. Bu birinci tapşırığımız riyaziyyatdır. Riyaziyyatdan nədir? Öyrənən və tapşırıqları tam üsullu qüvvələrdir. Mən bunu deyə bilmərəm, çünki çox yaxşı bilirəm. Müəllim birinci dəfə edib, başa salıb, inşallah yaxşı yazıb. Yox, səhv danışdım dostlar. Nişanlamışam, görməmişəm, dəftər burada qalıb. Tapşırıqlarımız 11, 12, 13'tü. İndi bunları yazaq. İndi dostlar, bir dəqiqə gözləyin. Elə eləyim ki, siz də yaxşı görəsiniz. Mən dəftərimizi açıyorum. Dostlar, mən bunu yazdım. İndi gələm, sizə deyəcəm nətər yazacağım. Dostlar, tapşırığımı yazdım, nömrə 11'dəki. Deyir, ifadənin qiymətini tapın. İfadənin qiyməti nədir? Yəni, çox asan bir şeydir. Yəni, başa düşməyənləriniz, 8-ci sinifdə oxuyanlar varsa, burada mən deyim onlara. İfadənin qiyməti 5-dən 5'i vurur 5'ə 25 eləyir. Bu üstdəki qiymətlər də, kök üstündəki qiymətlər də vurursunuz bir-birinə. Yox, çıxırsınız, bağışlayın. Bunu çıxırsınız. 25 eləmədik. 25'i yazırıq buradan. Bərabərlik qoyacağım. Bərabərdir 25. Telefona baxdığım üçün düz əməl yaza bilmədim. 4'dən də 2 çıxanda, 2'dən də 4 çıxanda qalır ki, -2. Bunu da üstünə yazırsınız və salam. Eyni şəkildə bu da. Baxın, deyir ki, ifadənin qiymətini tapın. 2 böl 2 eləyir 1. Birdən də şeydir. Bunu yazdınız. Bir dəqiqə. Bu da 1. Bu da kök üstündə qiymət tapacaq. 3'dən 2 çıxanda ya da 2'dən 3 çıxanda qalır -1. -1. Belə. Eyni şəkildə bu da. Bunlar da üst-üstə gələcək. Vuracaq. Baxın. 2 vur 2'ye. Elədir 4. 2 də vur 2'ni də vur 2'ye. Elədir həmən 6. Baxın şeydir. Burada üsttəki sıfırlar var. 6 -4. Elədir 2 qaldı. 2 0 da olmadığına görə elədir 6 da 4. Belə. Dostlar, mən yazılarımı yazdım. Bir dənə idi yazım. Ona görə bir dənə yazım az oldu. Oxumağa keçək. Mən oxuyaram, siz də qulaq asarsınız. Amma bunu tez-tez verə bilərəm ya da yavaş-yavaş. Burada da indi oxuduğum kitabların hamısını şəkillərini yerləşdirəcəm bura. Burada çıxacaq. Və burada YouTube səhifələrinin adlarını qoyacağım. Bu kanallarda. Dostlar, Azərbaycan tarixini oxuyacağım. Dostlar, bu kitabımızı da oxuduq, qurtardıq. Çox maraqlı idi məncə. Vlogumuz bilirəm çox az oldu. İstəyirəm bir iki kas şeydə əlavə edim. Əlavə edim, yoxsa əlavə etməyim? Nə əlavə edim mən bu vloga? Qoy fikirləşib gələm. Görüm nə əlavə edirəm bu vloga. Dostlar, beləncə bir vərəq gətirdim. Dedim buna bir şey yazaq. Bir şeylər yazaq.
Məsəl üçün, bu mənim takipçilərim izləyirsə, bir-iki takipçilərim var da. Onlar izləyirsə, onların adlarını yazacağam. Yazaq. Məsələn, Səma var takipçilərimdən. Sonra yarım bir dəqiqə pis oldu. Səma. Ondan sonra Lalə. Hələ ki dostlar, 2 dənə bu takipçimin adını bilirəm. Çünki o biriləri biraz qarışıqdır. Gələn dərs videomda isə o kim istəyirsə onun adını yazacağam. Yəni həmin şəxsin mənə abunə olan şəxslərin yazsın ki, altdan yorumun mən abunə oldum və adını da yazsın. Mən onun adını vlogun sonunda qeyd edəcəm. Sağ olun, salamat qalın. Kanalıma abunə olmayı unutmayın.